Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün gəlin birlikdə sifət və zərfin testlər üzərində izahına baxaq. İlk öncə başlayaq sifətdən. Bildiyimiz kimi sifətin 3 dərəcəsi var. Adi dərəcə, müqayisə dərəcəsi, üstünlük dərəcəsi. Hər birinin də özünün göstəriciləri var. Sifətin və ya zərfin testini işləyərkən əlavə tərcüməyə, cümləni anlamağa, izah etməyə heç bir gərək yoxdur. Vaxt itirməyə heç bir gərək yoxdur. Göstəricilərə baxıb həmin testləri sadə yolla həll edə bilərik. 10-cu testdən başlayıram ona görə ki, 1-dən 10-a qədər eyni formatda olan testlər idi. Ona görə 10-cudan başladım ki, əlavə izahlar olsun. Başlayaq. Demək, 10-cu testdə baxıram ki, cümləmdə very, bir dəqiqə. Baxıram ki, cümləmdə very və qələmim yazmadı. Demək, baxıram ki, cümləmdə very və yazmadım. Aha, yazdım. Baxıram ki, cümləmdə very və as bağlayıcısı var. Demək ki, mən bu bağlayıcılara baxıb işimi həll edə bilərəm. Very olan yerdə very, as olan yerdə mütləq halda adi dərəcə götürməliyəm. Baxıram birinci tərəfə. O, C variantı old, Y variantı old, D variantı old. Digər A və B variantlarına çıxıram. Bunlar mənə ehtiyac deyil. İki variant arasında qalıram. Birincidə very old düz gəlir. Gəlirəm ikinci tərəfə. İkinci tərəfdə də as bağlayıcısı olduğuna görə mütləq burada adi dərəcə götürəcəm. Cavabım Y variantı. 11-ci testdə yenə də baxıram ki, as bağlayıcım var. As bağlayıcısı olanda adi dərəcə işlədirəm. Cavabım D variantı. 12-ci testdə baxıram heç bir göstərici verməyib mənə, amma mənim ismim var. Sayıla bilən tək ismim var. Sayıla bilən ismin hər zaman deyirəm, sayıla bilən tək ismin qarşısı heç bir zaman boş ola bilməz. Mütləq onun qarşısında bir təyin edici olmalıdır. Write-ə, demək, baxıram cümləmdə mütləq article olmalıdır. William Shakespeare is the best famous yox, the most famous olmalıydı. Çünki çox heyecanlıların qarşısına biz more, most artırmalıyıq. Best good'un dərəcəsidir. B variantında more famous yenə də write an article olmalıydı. More famous olmalıydı. C variantında article'ım yoxdur. Düzgün cavabım D variantı. Famous write. Write an article keçir famous'in qarşısına. Y variantı da düz gələrdi. Yenə dediyimiz kimi article'ımız yoxdur. Düzgün cavab D variantı. 13-cü testdə baxıram yenə də mənə göstərici yalnız burada verilib. Birinci cümlədə göstəricim yoxdur. Amma sayıla bilən tək ismim var. Sayıla bilən tək ismin qarşısı boş olmaz deyə mən qalıram B və C variantları arasında. Digərləri uyğun gəlməyəcək. Çünki excellent-ın article yoxdur. The most excellent olar ikinci tərəf düz gəlməyəcək. To-la düz gəlməyəcək. Y variantında yenə də article-ımız yoxdur. Demək, başlayıram mən B və C variantlarından. Hər ikisində də birinci tərəf düz gəlir. Gəldi ikinci tərəfə. İkinci tərəfdə to var. Həddindən çox deməkdir və adi dərəcə tələb edir. Ona görə B variantını da silirəm. Yerdə qalır mənim C variantım. İkinci tərəfdə də too expensive. Gəldik 14-cü testdə. 14-cü testdə yenə də to var. Həddindən çox deməkdir. Özündən sonra mütləq adi dərəcə tələb edir. Adi dərəcəm A variantı. 15-ci testdə as, not so, as bağlayıcıları da adi dərəcə tələb edir. Düzgün cavabım Y variantı. 16-cı testdə baxıram ki, enough var. Enough olan cümlə də yenə adi dərəcə tələb edir. Mütləq şəkildə burada da adi dərəcəni götürməliyəm. B variantı. 17-ci testdə yenə də enough var. Enough adi dərəcə tələb etdiyinə görə düzgün variantım A variantı. Bax, bu cür biz testləri həll edə bilərik. Keçək digər testimizə. Bir dəqiqə mən bunu silim. Aha. Keçdik digər testimizə. Bir balaca böyüdək.
Aha. Gəldik digər testlərimizə. Baxaq. 18-ci testdə saç var. Saç olan yerdə də yenə adi dərəcə işlətməliyəm və göl var. Sayıla bilən tək ismim var. Sayıla bilən tək ismim varsa qarşısı boş olmaz. Mütləq artiklımı verməliyəm. Saç da özündən sonra sayıla bilən hər cür isim qəbul edər və sayıla bilən tək isim olduqda mütləq artiklını verməliyik. Düzgün variantımız Y variantı. A talented girl. 19-cu testdə very var cümləmizdə very olan yerdə mütləq adi dərəcə verməliyik. Adi dərəcədə 2 dənə variantım var. Bir B, bir də C variantı intelligent. Bir də Y variantı intelligent. Üçünün arasında qalıram, gəlirəm ikinci tərəfə. İkinci tərəfdə razə var cümləmizdə. Demək, razə olduqca deməkdir. Özündən sonra yenə də adi dərəcə tələb edir və article məsələsini aşağıda vurğulayarıq. Demək, heç bir isim olmadığına görə artikeldə ehtiyac yoxdur. Düzgün variantımız C variantı. Hər iki tərəfdə adi dərəcədə. Gəldik 20-ci testdə. 20-ci testdə düzgün variantı seçməliyik. Baxaq. It was a rather difficult question. Rather demək dediyimiz kimi olduqca deməkdir və bunun digərlərindən fərqliliyi nədir? Artiklı həm önündə, həm də arxasında tələb edə bilir. Yəni, it was a rather də deyərik, it was rather a də deyərik. Ona görə biri götürdük, bir düzgün variantımız. It was rather difficult question. Question'ın artiklı yoxdur. Ona görə 2-ni silirik. 2 səhvdir. Üçüncü, it was a such yox, such a difficult question olardı. Çünki such özündən sonra artiklı tələb edir, özünün önünə artiklın keçməsinə izin vermir. Dördüncü variantda razə, bəli, doğrudur. Demək, A var birincidə radə, dördüncüdə radə, artiklı doğrudur. Çünki dediyimiz kimi radə özündən sonra da, özündən əvvəldə də artiklı qəbul edə bilir. Beşincidə it was such a difficult question. Bəli, bu da doğrudur. Demək, düzgün variantımız 1, 4 və 5 Y variantı. Gəldik 21-ci testdə. 21-ci testdə zəm bağlayıcısı var. Demişik ki, zəm bağlayıcısı olan yerdə mütləq müqayisə dərəcəsi götürməliyik. Müqayisə dərəcəsi hardadır? C variantında. Fazdə. 22-ci testimizdə yenə də zəm bağlayıcısı var. Zəm bağlayıcısı olan yerdə müqayisə götürməliyik. Müqayisə dərəcəsi bir biqəni görürəm, bir də oxşada bilərəm C variantını. Burada da səhvdir. Niyə? Biz ya more ya erdən istifadə etməliyik müqayisə dərəcəsini düzəldərkən. Az hecalılara er, çox hecalılara more artırırıq qarşısına. Bu da big də az hecalı olduğuna görə bura mora ehtiyac yoxdur. Big olsa yetərli idi. Ona görə düzgün variantımız A variantı. Yaxşı işarələyə bilmədim. Gəldik 23-cü testdə. 23-cü testdə yenə də zəm bağlayıcısı var. Zəm bağlayıcısı olan yerdə adi dərəcə olmalıdır. Düzgün variantımız C variantı. Digər testimizdə zəm bağlayıcısı yenə də var. Zəm bağlayıcısı olan yerdə adi dərəcə dedik ki, olmalıdır. Baxıram, adi dərəcə bir dənə B variantında var. Very fast. Very də özündən sonra onsuz da adi dərəcə tələb edir. Digər testimizdə yenə də zəm bağlayıcısı var. Zəm bağlayıcısı olan yerdə müqayisə dərəcəsi işlətməliyik. Müqayisə dərəcəsi hardadır? B variantında. Deeper. Digər testimizdə yenə də dəm bağlayıcısı var. Dəm bağlayıcısı olan yerdə müqayisə dərəcəsi olmalıdır. Mən burada ya A-nı oxşadıram müqayisəyə, ya da B-ni, ya da D-ni. Demək, A, D, B variantları müqayisəyə oxşuyur. Amma düzgün cavabımız A variantı olacaq. Çünki D variantı niyə olmur? Ona görə ki, artiklı olan yerdə mütləq to'ladan sonra bir sayıla bilən isim gəlməlidir. Ona görə D variantı səhvdir. Bizim də sayıla bilən isimimiz yoxdur burada. D variantı səhv. B variantında dediyim kimi az hecalıları yalnız şəkilçisi artırmaqla düzəldirik deyənə B variantı da səhvdir. Yerdə qalır bizim A variantımız. Sonra digər səhifəyə keçək məncə. Burada çünki hamısı eyni cür gedir.
Aha. Baxaq, demək buradakı testlərə. Bir dəqiqə. Yazır. Aha, baxaq digər buradakı testlərə. Demək 54-cü testdə də baxıram ki, cümləmin sonunda of his life var. Biz nə demişdik? Demişdik ki, cümlənin sonunda söz önü gələrsə, one of olarsa, all of olarsa, bu cümlələr üstünlük dərəcəsi tələb edir. Demək, this was olacaq nə? The most, Y variantı. The most difficult period of his life. Bu, onun həyatının ən çətin dönəmi idi, ən çətin periyodu idi. 55-ci testdə yenə də baxıram ki, of my life var, mənim həyatımın və bir də one of var. One of olan yerdə mütləq mütləq üstünlük dərəcəsi götürməliyik. Üstünlük dərəcəsi də bir B variantına oxşuyur, bir də A, C variantları, Y variantı da oxşuyur. Yəni, niyə oxşuyur deyirəm? Hər birində S və yaxud da ki, most var. S şəkilçisi və yaxud da ki, most var qarşısında. Baxaq, düzgününü seçək. Demək, B variantı ola bilməz. Ona görə ki, biz həm most, həm də S artıra bilmərik. C variantı ola bilməz. Ona görə ki, happy-nin qarşısına biz daha doğrusu happy-yə S artırsaq yetərli olardı. Y variantı ola bilməz. Ona görə ki, Z-sini verməyib. Üstünlük dərəcəsi sifətdə mütləq Z artiklından olmalıdır. Düzgün variant A variantı. 56-cı testdə baxıram ki, cümlənin burada həm one of var, həm də cümlənin sonu in the world-ləndir. In the world olanda, yəni in, on, at cümlənin sonunda gələndə bu üstünlük dərəcəsi tələb edir. Baxıram üstünlük dərəcəsində hansı var? Yenə də A variantı heç ümumiyyətlə səhvdir. B variantında most, old asıcalıdır, mostla olmazdı, artırmazdı. C variantına verə bilərəm. Bəli, C variantıdır. Çünki Z artıq burada verilibdir. Mənim cümlədə verilib. D variantı most, oldest hər iki tərəfə üstünlük dərəcəsi forması verilə bilməz. Həm most, həm est verilə bilməz. Y variantı eldest də verə bilərdim. Biz bilirik ki, oldun iki cür dərəcələnməsi var. Eldestdən də verə bilərdim. Sadəcə olaraq məsələ nədir burada? Eldest ailə içində böyüklüyü bildirir deyənə mən burada Y-ni də götürə bilmirəm. Düzgün variantımız C variantı. Sonra gəldik 57-ci testdə. Yenə də 57-ci testdə baxıram ki, Z artiklım artıq cümlənin içərisində verilib. Cümlənin içərisində verilibsə, demək mən aşağıdan üstünlük dərəcəsi seçməliyəm və Z-siz seçməliyəm. Düzgün variantım D variantı. Z nearest. Digərlərinin yuxarıda izahını verdiyi artıq hər birində səhvlik var. 58-ci testdə baxıram ki, in the shop var cümləmin sonunda üstünlük dərəcəsi olacaq və burada nəyə diqqət eləməliyik? Demək, A variantı səhvdir. Üstünlük axtarıram mən. B variantında the largest and most expensive. B variantı oxşuyur. Digərlərinə baxaq. Most largest ola bilməz. Most largest yenə də ola bilməz. Much large ola bilməz. Much özündən sonra onsuz da müqayisə istəyirdi. Heç burada da müqayisənin yeri yoxdur. Düzgün variantım B variantı. Burada nədir məsələ? Baxın. Bir dəfə Z-ni bir dəfə versək bəs eləyir bizə. This is the largest and most expensive. Biz demişik ki, əgər həmcins üzvlər arasında eyni dərəcə qoyuruqsa, demək ki, Z-ni bir dəfə versək bəs eləyər. İkinciyə verməyə gərək yoxdur. Düzgün variantımız B variantı. 59-cu testdə yenə də baxıram ki, in my entire life, mənim bütün həyatımda. Bütün həyatımda deyirsə, mütləq burada mən üstünlük dərəcəsi götürməliyəm. Üstünlük dərəcəsi də iki yerdə görürəm. Bir D-də, bir də Y-də. Düzgün variantım Y variantı. Çünki Z artiklı ilə burada verilib. 60-cı testdə yenə də baxıram ki, in the world verir. In the world verirsə, üstünlük dərəcəsi götürməliyəm. Üstünlük dərəcəsi A variantında D, easiest. 61-də yenə də in the college verir. Cümlənin sonunda üstünlük dərəcəsi götürməliyəm. Üstünlük dərəcəsi the prettiest. D-ni də oxşada bilərsiniz. Yenə dediyim kimi həm most, həm də est verilə bilməz.
Y variantında da ki the artiklı yoxdur. 62-ci testdə yenə də in the world var cümlənin sonunda. Üstünlük götürməliyəm. Üstünlük dərəcəsi də artikllə bərabər harda verilib? A variantında. Most cold kökündən səhvdir. Coldest'in z'si yoxdur. Digərləri də ümumiyyətlə uyğun gəlmir. Bax, bu da bizim üstünlük dərəcəsi. Demək, sifətin adi, müqayisə və üstünlük dərəcəsi haqqında danışdıq. Testlərin izahına baxdıq. Dediyim kimi, videonun çox da uzun olmaması üçün zərfi də biz zərfə də baxaq bir dəfəlik. Ondan sonra zərfə də digər testə baxaq. Çünki ayrı-ayrı olsun həm testlər, həm də ki video çox uzun olmasın, sizi yormasın. Bu sifətin dərəcələrinin testlər üzərində izahı digər videomuzda zərfin testlər üzərində izahını verəcəm. Amma eyni qaydadır, heç bir fərqi yoxdur. Sadəcə olaraq bir fərq ondan ibarətdir ki, o fiilə aid olur, bu isə isimə aid olur. Yenə də zərfin izahını inşallah ki, növbəti testimizdə, növbəti videomuzda verərik.